gərək belə olmayaydı. Dünya insafla dövr etsə, olmamalıydı. Amma olur axı. Əfsuslar ki, olur. Hər şey insafın, ədalətli məntiqin acığına baş verir sanki. El için ağlayan göz gərək kör olmasın axı. Bu nəsil dünyaya xeyirxahlıq, nəcabət, yaxşılıq yükünü daşımaq üçün gəlmişdi. Ələkbər bəyin yaxşı cəhətlərini saymaqla bitməz. Uca boylu, sərt baxışlı, vətənsevər bir xalq rəhbəri imiş. Milli mübahisələrin həll olunmasını öz üzərinə götürmüş və Azərbaycan xalqına çox xeyri dəymişdir. Gəncədə Difai Partiyası yarandığı zaman partiyanın rəhbərliyini üzərinə götürmüş və Gəncədə ermənilərə qarşı müvəffəqiyyətlə aparılan döyüşü cəsarətlə idarə etmişdir. Sovet tarixçiləri Azəri xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələn edirlər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidin adları adsız şəhidlər siyahısına qarışmış və yox olmuşdur. Vətən atası Gəncə Mütəllimlər Cəmiyyətinin Əfkar-ı Mütəllimin dərgisinin 1919-cu il 3-cü nömrəsində dərc olunmuş bir yazı belə adlanırdı və o məqalə Ələkbər bəy Rəfibəyevə həsr olunmuşdu. Kim idi Ələkbər bəy və onun hansı əməlləri idi ona hər kəsin həsəd aparacağı bu şərəfli qiyməti qismət edən? Kim idi Ələkbər bəy ki, vəfatı bütün gəncəlilərin matəminə çevrilmişdi? Ələkbər bəy Gəncədə təhsilə özünə məxsus qiymət verib. Təkcə xan bəylərin uşaqlarını oxutmaq yox, kasıbların da uşaqlarının oxumasına şərait yaradıb. Bu məqsədlə Çar Maarif Naziri Levitskini Ələkbər bəy Rəfibəyli Gəncəyə dəvət eləyir. Levitski gəlib Gəncədə ilk məktəbin açılmasına razılıq verib. Həmin məktəbin tələbələri sonradan Azərbaycan Demokratik Hökumətinin qurulmasında böyük xidmətləri olub. Ələkbər bəy 1915-ci ildə ikinci ana dilində məktəb açılması üçün Varançovun yanına gedəndə Varançov soruşub, bunu siz hansı hesaba oxutduracaqsınız? Kasıbların uşaqlarını oxutmaq çox çətindir. Ələkbər bəy cavab verib ki, mən bunu bilirəm nə hansı yolla oxutduracam və o mənim problemimdir, o mənim əzabımdır, onu mən üzərimə götürəcəm. Bəs nədən qismətləri bunca müsibətli oldu? Müdrik adammış Ələkbər bəy və gözəl anlayırmış ki, millətin inkişafı onun oxumuş adamlarından asıldı. Ona görə də dayanarmış küçənin başında, elə ki yanında uşaq yol gedən bir adamla rastlaşdı, birinci sualı bu olarmış ki, uşaq oxuyurmu? Yox cavabını alan kimi, kirmişçə uşağı da, o uşağın böyüyünü də yanına salıb birbaşa apararmış məktəbə. 1905-ci ildə ilk siyasi partiyanın, Difai Partiyasının rəhbərliyini öz əlinə alıb. Partiya uzun müddət erməni şovinistlərinə, millətçilərinə qarşı amansız mübarizə aparıb. Cumhuriyyət hökuməti 1918-ci ildə Tiflisdən Gəncəyə gələrkən onların qarşılanmasını və Gəncədə hökumətin normal şəraitdə fəaliyyət göstərməsini və onların Gəncəyə gələrək burada işləməsinə şərait yaradıb. 1919-cu il aprelin 3-də Ələkbər bəy Rəfibəyli gözlərini əbədi yumdu. Həmən günün tarixini araşdırarkən şəhərin bələdiyyə rəisi Ələkbər bəy Xasməmmədovun xüsusi fərmanı və eyni zamanda nekrologu qəzetlərdə yayılır. Və orada belə yazılar var ki, Ələkbər bəy Rəfibəyovun vəfatı Gəncə, xüsusi müxbirimizdən. Bugün səhər Ələkbər bəy Rəfibəyov vəfat etdi. Matəm və dərd əlaməti olaraq mağazalar bağlıdır, idarələr işləmir. Hadisə münasibəti ilə Gəncə şəhər upravası dərin hüzün və kədər hissi ilə
görkəmli ictimai və siyasi xadim, Dumanın qlasnısı Ələkbər bəy Rəfibəyovun vəfat etdiyini bildirir. Mərhumun çoxcəhətli faydalı fəaliyyətini nəzərə alaraq və bunu dəyərləndirərək Gəncə matəm keçirir. Tədris müəssisələri, ictimai idarələr, bazarlar bağlıdır. Rəhmətlik bugün lazımi diqqət və ehtiramla torpağa tapşırılmışdı. Uprava xalqın sevimlisinin xatirəsinin layiqincə əbədiləşdirilməsi ilə əlaqədar Dumaya məruzə təqdim edir. Şəhər qılavası Ələkbər Xasməmmədov. Həmin gün şəhər Dumasının bax bu matəm mərasimi ilə bağlı çıxardığı qərar idi. Həmin qərarda göstərilirdi ki, Ələkbər bəyin dəfnindən dərhal sonra məscidin qabağında onun əzəmətli büstü açılsın. Ələkbər bəy Rəfibəylinin böyük bir portreti şəhər Dumasının binasında əbədilik özünə yer tapsın. Ələkbər bəyin adına şəhərin ən böyük küçələrindən biri olan Mixaylovski küçəsi adlanırmış o zaman. Yəni bu küçə Ələkbər bəyin adına verilsin. Eyni zamanda xəstəxanalarda bir neçə palata Ələkbər bəyin adı ilə, yəni pulsuz xəstələri müalicə etmək üçün ayrılsın. Eyni zamanda ən yaxşı oxuyan tələbələrə Ələkbər bəy Rəfibəyli adına təqaüdlər verilsin. Amma heyif ki, bunların heç birini həyata keçirmək qismət olmadı. Ələkbər bəy həzrətləri ədib deyildi. Zira nə rusca, nə də türkcə nəşr edilmiş və yaxud nəşr edilməmiş heç bir əsəri qələməsi yoxdur. Fəqət Ələkbər bəy həzrətləri həqiqi bir vətənpərvər, sadiq bir millətpərəst, kimsədən qorxmaz və çəkinməz, gecə və gündüz istirahət bilməz, heç bir təhlükə və fəlakəti göz önünə almaz, atəşzəban bir müdafiə millət idi. Ələkbər bəy həzrətləri 1890-cı sənədən başlayaraq millət və vətən uğrunda çalışmağa, həm də həqiqətən sadiq olaraq canisiperana bir surətdə çalışmağa başladı. Başqaları kimi əminli bir vəqtdə, bir intixab vəqtində, ictimailərdə kürsi xitabətə atılaraq təhsili, məqsuddan sonra istirahət və kamanlığa çəkilən kimi yox, hər bir dəqiqə, hər bir an çalışmaya başladı. Bu sözlər Məmməd Səid Ordubadinin 1919-cu ildə Ələkbər bəy Rəfibəyovun dünyadan köçmü ilə yazdığı vida məqaləsindəndir. Ələkbər bəy. Əziz Ələkbər əmi, Azərbaycan sənin bu fədakarlığını nə haqla unuda bilər? Mirzə Kərim Gəncədəki Rus dilli klassik oğlan gimnaziyasında dərs deyirdi və təbii ki, bütün nəvə nəticələrini bu məktəbin məzunu görmək istəyirdi. Qardaşoğlu Ələkbərin ilki Xudadatın məktəb yaşı çatanda Mirzə Kərimin tövsiyəsi ilə atası uşağı aparıb tanış Rus ailəsinə verdi ki, bir neçə ay onlar da yaşasın. Çünki gimnaziyanın 0 qrupuna qəbul olunmaq üçün şagirdlər gərək rusca mükəmməl danışa biləydilər. 1888-ci ildə 11 yaşlı Xudadat artıq gimnaziyanın 0 qrupunun hazırlıq şöbəsinin şagirdi idi. 2 il bu bölmədə dərs keçəndən sonra onu qəbul elədilər 1-ci sinifə. Buranı bitirdikdən sonra 1898-ci ildə Xarkov Tibb İnstitutunun cərrahlıq şöbəsinə daxil olur. 1905-ci ildə ağsaqqalların tövsiyəsi ilə əmisi Mirzə bəyin qızı Cəvahirlə ailə qurur. Ona sonsuz sevinç bəxş edən Kamil, Rəşid, Nigar dünyaya gəlir. 1907-ci ildə Xarkovda institutu bitirib Gəncəyə qayıdır. Elə həmin ildə qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol şəhər xəstəxanasının direktoru təyin edilir. Və elə o gündən də düşüncələrdə əbədiləşəcək alicənab surətini öz əməlləri ilə yaratmağa başlayır. 1918-ci il mayın 28-də Gürcüstanda Azərbaycanın istiqlaliyyəti elan edilir. İyunun 16-sında Azərbaycan hökuməti Respublikamızın ilk paytaxtı Gəncəyə köçür. Anam uşaqlığından danışanda işıqlı şeylər danışırdı bizə. Onun ailəsi çox bilirsiniz, əziyyətlər çəkib, amma nə etsə bizi o şeylərdən qoruyurdu. Danışırdı ki, bir bağçamız vardı, burada bu bağçada hərənin bir sahəsi vardı. Yəni 2 qardaş olub özündən böyük Kamil və Rəşid. Hərəmiz o öz sahəmizdə gül çiçək gətirdik, ona qulluq eləyirdik. Xoşbaxt bir uşaqlığı olub. Ta 7 yaşına qədər.
7 yaşında isə bolşeviklər gəliblər və onun atası məşhur cərrah, ilk Cumhuriyyətin ilk səhiyyə naziri, sonra da Gəncənin qubernatoru olan Xudadad bəyi həbs ediblər, Bakıya aparıblar və bu ailənin faciələri də bundan sonra başlayıb. Nə üçün Xudadad bəy tutuldu? Kimin əmrinə görə, kimin göstərişinə görə? Və burada müəyyən versiyalar üzə çıxır ki, Xudadad bəyin tutulmasının səbəbkarları Gəncədə yerləşən, ikinci hissədə yerləşən ermənilər idi. Çünki artıq Müvəqqəti İnqilab Komitəsi Gəncədə yarandığı gündən və eyni zamanda Velikanovun diviziyası mayın 1-dən Gəncəyə daxil olduğu gündən onun xüsusi adamları meydana gəlmişdilər və onlar da ən təhlükəli nəsillər sırasında Yusif bəylilərin, Rəfi bəylilərin, Ziyadxanovların adlarını çəkirdilər ki, bu nəsillərin görkəmli nümayəndələrinin aradan götürülməsi faktını qabardırdılar. Və bunun üçün əsas arqument 1918-ci ilin yanvarında Zəyam stansiyasında baş vermiş əhvalat idi. Onda Azərbaycan Xalq Cümhuriyyəti adlı bizim o müstəqil devlətimizin yaranmasına da 4 ay qalmışdı. Zaqafqaziya Seymindən Gəncə Müsəlman Milli Komitəsinin rəhbəri Ələkbər bəyə belə bir məktub gəldi. Türkiyədən qayıdan soldatlar özləri ilə bərabər silahlarını da aparırlar. Əgər sülh üzrə onlardan silah almaq mümkün olmazsa, o zaman Qafqasiya Milli Ordusu cəbhədə silahsız qalacaqdı. Bu cəhətdən Saldat, Fəhlə və Rəncbər Mərkəzi Şurası qət etdi ki, bütün milli və qeyri-milli şuralara məlum etsinlər ki, evlərinə qayıdan soldatlardan silahları almaqdan ötürü lazımi tədbiri görsünlər. Bu xüsusda hər dəfə məzkur şuraya məlumat versinlər. Sədr Jordaniya. Ələkbər bəy Nəsib bəylə bir yerdə çox götür-qoy etdikdən sonra həmin bu əraziyə öz oğlu Xudadad bəy Rəfibəylini və Aslan bəy Səfi Kürskünü göndərmişdi. Bu ərazidə həmin vaxt 1918-ci ilin yanvarında 20 mindən artıq insan toplaşmışdı. Artıq ya ölüm, ya olum məsələsi həll olunurdu. Xudadad bəyginin Rus eşalonlarının təmsilçiləri ilə danışığı yaxşı keçir. Onlar silahları təslim etməyə boyun olurlar. Yanvarın 26-sında səhər 10-da Şəmkirin 2 versliyində çayın sahilində dayanmış zirehli qatarın qarşısına ilk 3 eşalon gələrək danışıldığı kimi sakitliklə silahlarını qoyub gedirlər. Ədilxan Ziyadxanov xatırlayırdı. Birdən-birə yer göy titrədi, nərildədi, toplar yurladı. Punyot və güllələr dolu kimi başımıza yığıldı. 4-cü eşalon silahları təhvil verərkən vaqonlardan birindən Rus əskəri silahları verməyin, atəş açın, müsəlmanları qırın qışqırır. Elə həmin dəqiqədə top açılır. Qalan 8 eşalon da himə bənd imiş kimi od saça-saça Vazıla doğru yönəlir. Camaat cavab atəş açmağa məcbur olur. Böyük itkilər verən eşalonlar nəhayətdə məğlub olurlar. Bütün silahları zirehli qatara toplayırlar. Atışma bitəndən sonra bircə saldata da toxunulur. Bu əhvalatda ermənilər Xudadad bəy Rəfibəylini suslandırırdılar ki, güya Xudadad bəy Rəfibəylinin başçılığı ilə şəhərdən silahlanmış və ora yollanmış Gəncəlilər 2000-dən artıq günahsız Rus əskərini qətlə yetiriblər. Ancaq erməni şahidlərin iştirakı ilə erməni müstəntiqin apardığı və çıxardığı hökm əsasında Nargin adasında güllələnib və bu ailəni də başlayıblar təqib eləməyə. Dəfələrlə tək bu ailəni yox, ümumiyyətlə Rəfibəylilər nəslini dəfələrlə təqib eləyiblər və sürgün eləyiblər. Sürgünlər, ölümlər, ayrılıqlar, həbslər, təhqirlər, təqiblər. Yaxşı əməllərinin, xalqa, el-obaya təmənnasız xidmətlərinin qarşısında qazandıqları bu oldu. Xudadad bəy Rəfibəyov 1920-ci il mayın 12-sində hadisədən 5 günmü, 10 günmü, ya daha az, ya daha çox sonra qətlə yetirilmişdi.
Harda, necə, bunu kimsə bilmir. Vətəndaşı 11-ci ordunun 32-ci Atıcı Diviziyasının xüsusi şöbəsi Gəncənin erməni sakinləri Şahnazarov, Sarkisov, Vartanov, Kiverkov, Akopov və başqalarının ifadələrini əsasən ittiham edirdi. İddiaçıların yazdığına görə Rəfibəyov Gəncə quberniyasının baş valisi olarkən onlar sıxışdırılmış, tərk silah edilmiş, əmlakları oğurlanmışdı. 1990-cı ildə Rəfibəyovun cinayət işi vərəqlənərkən məlum olur ki, əslində istintaq aparılmamış, iddiaçıların sözlərinin nə dərəcədə doğru olduğu yoxlanılmamış, bunlar əsasən müttəhimin həbsindən sonra qondarma şəkildə tərtib edilmiş və quru sözdən savayı doğruluqlarını təsdiq edən heç bir sübut, əşya-i dəlil gətirilməmişdi. Təcrübəli hüquqşünaslar işi diqqətlə nəzərdən keçirib aydınlaşdırdılar ki, ümumiyyətlə cinayət hadisəsi yox imiş heç. Vətəndaşsa artıq 70 il idi, həbsdə idi. Babam Xudadad bəydən maddi bir şey qalmayıb. Qəbri, məzarı da elə bilinməyib. Bir ehtimal var ki, Nargin adasında güllələyiblər, orada da bastırıblar. Amma ki, bu ancaq fərziyyədir. Nəsə bir evi, mülkü də bizə nəsə bir qismət qalmadı. Ancaq bir dənə bizim üçün çox əziz bir xatirə qalıb. Belə balaca bloknotdur, altı daşdır, üstü metaldır və metalın üstündə belə yazı var. Cənab Safikurski yazıb onu. Rus dilində yazıb. Moему другу, дорогому и симпатичному доктору Rəfibəkovu. Və bu bloknot indiyə kimi bizim evimizdədir. Yeganə bir yadigar kimi babamdan bizə qalmışdı. Azərbaycanda sürgün əzablarına, qəriblik zillətinə Rəfibəylilər qədər kütləvi və planlı mübtəla olmuş ikinci nəsil bəlkə də yoxdur. İlk dalğanın ilk qurbanı Xudadad bəy idi. Lapa sonra tüğyan edən ikinci qara dalğa Qəmbər bəyi, Məmməd Tağa bəy udur. Məşədi bəyin oğulları, zabitlər Eyyub bəy ilə Səməd bəy nəslin ilk siyasi mühacirlərinə çevrilir. 1925-ci ildə Bakıda Türkiyənin ürəyi filmi nümayiş etdirilir. Bir kadrda Səməd bəy Atatürklə yanaşır. Repressiyanın üçüncü dalğası coşur. Ağsaqqal Məşədi bəyi, qardaşları İlyası, Cəlili sürgün edirlər, gülləyə tuturlar. Səməd bəy ilə Əyyub bəydən ilk intiqamını belə alır Şura hökuməti. Sibirlərdən ilk Rəfibəyli ailələrinin sorağı gəlir. 1927-ci ildə 4-cü dalğa qalxır. Bu fırtına Ələkbər bəyin kiçik qardaşı, Gəncənin mirabı olmuş Bağır bəyin ailəsini soğurmuş. Oğlanları Cahangir bəy, Mikail bəy, Cəmil bəy buzlu şimala yola salınırlar. Yağı düşmən Rəfibəylilərdən Ənnağa bəyi, Məşəd Hüseyin bəyi, Fərrux bəyi, Cavad bəyi, İkram bəyi, İslam bəyi də onlara qoşur. 5-ci dalğa 1929-cu ildə coşur. Bağır bəyin oğlu Həsən aparırlar. Kamil bəy ilə Teymur bəy İran sərhəddini aşırlar. Siyasi mühacirlərin daha bir dəstəsi. Babam Xudadad bəyin 3 uşağı var idi. Böyük oğlu Kamil bəy, ortancıl oğlu mənim atam Rəşid bəy və sevimli bibim Nigar xanım. Rəşid atam danışırdı ki, anası bunları bir arabaya qoyub ki, şəhərdən kənara qaçırırdı. Çünki artıq bolşeviklər şəhərdə idi və şəhər də qan içində idi. Və deyir ki, anam mənim gözlərimi həmişə örtərdi, mən sağa sola baxmayım. Amma bir dəfə fürsətdən istifadə edib pərdəni açdım, baxdım küçələrə. Küçənin sol və sağ tərəfində hamısı meyitlərlə dolu idi. O vaxtki bolşevik rəhbərlərindən biri Gəncəyə gələndə deyib ki, mən burada Gəncədə bir dənə bəy oğlu, bir dənə baş papaqlı qoymayacağım, hamısını güllələyəcəm. Və belə bir vaxtda nənəm, Cavahir xanım oğlanlarına deyib ki, gedin başınızı bir təhər qutarın, yoxsa ki, siz də tutacaqlar, siz də gülləyəcəklər. Rəşid bəy gedib Moskvaya, orada oxuyub, sonra demək, geolog olub, bütün ömrünü Uralda, başqa yerlərdə işləyib və yalnız son illərdə Azərbaycana qayıtdı. Kamil bəy isə bir tarı ilə demək, İrandan gedir, İrandan keçir Türkiyə.
Türkiyədə o vaxt tar məlum deyildi, bir alət kimi populyar deyildi. Yəni bilmirlərdi bu alət haqqında. Bu tar çalırmış, onunla demək ruhsunu qazanırmış və tibb təhsili alırmış. Bir dəfə bir məclisdə Mustafa Kemal Atatürk gəlibmiş. Görür ki, bu tələbələrin içində biri tar çalır. Maraqlanıb ki, bu nə alətdir və bu kimdir? Deyiblər, bu bir Azərbaycanlı tələbədir, mühacirdir, bura gəlib. Tar çalır, ruhsunu qazanır tar çalmaqla və özü də universitetdə oxuyur. Tibb fakültəsində oxuyur. Və Mustafa Kemal Paşa deyib ki, bax, Türk gəncləri bundan ibrət almalılar ki, bu hər halda başqa bir ölkəyə gəlib, öz zəhməti ilə öz parasını qazanır, öz ruzusunu qazanır və təhsil alır. 6-cı dalğa 1930-32-ci ildir. Yaqub bəy ilə Cabbar bəy həbs olunur. 7-ci dalğa 1937-yə bərk hazırlıq gedir. Həbsdən, sürgündən qayıtmış Rəfi bəylilər yenidən sürgün olunurlar. Onlardan Məşədi bəy, Cahangir bəy, Mikail bəy, gənc müəllim Həmid bəy güllələnir. İkinci Dünya müharibəsi başlanır. Cəbi, Aslan, Heydər, Usub, Rüstəm şəhid olurlar. Biz uşaq idik. Hər gecə hərbi geyimli insanlar bizim evimizə gəlib paduşkalarımızı, döşəyimizi, döşəkçələrimizi hamısını deşik-deşik, şitiklə deşik-deşik edir. Burada nə var? Deşirdilər, yunlar sökülürdü çölə. Və bizi özümüzdə gördüm, biz ağlaşırdıq, anam da ağlayırdı, atam da deyir ki, narahat olmayın, hər şey yaxşı olacaq. Nəysə günlərin bir günü gecə vaxtı bizim qapıda bir maşın dayandı. Dedilər ki, siz burada şəhərdən çıxmalısınız. Bizi şəhərdən çıxartdılar. Sonralar biz getdik, Akstafada bizə bir kömür ambarında yer verdilər ki, biz burada yaşamalıyıq. Xeyli müddət, bir neçə il yaşadıq. 1943-cü ilin axırında o dönüş ili ki var Stalinqradda bu hadisələr oldu 2-ci Böyük Vətən müharibəsi illərində. Onda bizim bu şəhərə qayıtmağımıza icazə verildi. Çörək almaq üçün nənəmlə gecə saat 4-dən gedib növbəyə dururduq. Yadımdadır mən evdə böyük uşağı idim. Dəfələrlə bizə növbət çatanda çörək almağa, çörək satan çörəkçi deyirdi ki, indi də növbənin o biri başından başlayırıq. Bizə çörək verməmək üçün bizim növbəmiz çatdanda çörək vermirdilər bizə. Bu bir tərəfdən də yenə bizə çatmağa bir adam qalmış, çörək almağa bir adam qalmış, indi də yenə elan eləyirdi ki, indi bu tərəfdən biz çörəyi satacağıq. Nəticədə bizim sağımızda, solumuzda olan adamlar da bizim hesabımıza çörək alma bilmirdi. Nəticədə həmin adamlar bizi başıb növbədən çıxardırdılar. Siz çıxın, siz xalq düşmanısınız, sizə görə bizə də çörək vermirlər. Biz kör peşman qayıdırdıq evimizə. 8-ci dalğa 2-ci Dünya müharibəsindən sonra Rəfi bəylilərin növbəti bir sürgünü və nəhayət 9-cu dalğa 1949-cu il Nurəddin, Kərim, İkram, İslam, Fərruq Rəfi bəylilərin Rusiyanın şaxtalı ucqarlarına, Qazaxstana daha bir sürgünü. Gözünü dünyaya sürgünlərdə açan ilk Rəfi bəylilər doğulur. Həbslərdən, sürgünlərdən yaxa qurtarmaq üçün başlayırlar yaşayış yerlərini, soyadlarını dəyişməyə. Bunun da xeyri olmur. Əslən Rəfi bəylilər olan bu şərəfli nəslin nümayəndələri Sovet cəza maşınından yaxa qurtara bilmirlər. Bu dəhşətli fırtınalar, sürgünlər, qürbət ellərdəki dözülməz əzab-əziyyətlər belə bu nəslin iradəli insanlarının Azərbaycan sevgisini, azadlıq arzularını heç zaman əllərindən ala bilmədi. Naša semya Aləmi sürgünə göndərildikdən sonra çətin və əzablı yol keçiblər. Babam Qırğızstanda tibb institutunu bitirib, müharibədə iştirak edib. Müharibədən sonra Qırğızstan səhiyyəsinin inkişafı üçün əlindən gələni əsirgəməyib. Atam da babamın yolu ilə gedərək tibb elmləri doktoru, professor adını qazanıb. Qırğızstan əməkdar həkimi kimi fəxri ad alıb. Qardaşım da, mən də atamızın yolunu davam etdiririk. İndi qardaşım Bişkekdə yaşayır. Tibb elmləri namizəddir, tanınmış cərrahdır. Mən də tibb elmləri namizədiyəm. Atam ömrünün son dəqiqələrinə dək vətəni yada salıb, xoş xatirələr danışardı. Həmişə vətənə qayıtmaq ümidi ilə yaşayırdı. Atamın ölümündən sonra mən vətənə qayıtdım. İstəyirəm vətənimə xidmət edib və babalarım kimi vətənsevər övladlar böyüdüm. Bu Rəfi bəylilər orada 3 familiya qəbul ediblər.
3 soyadı qəbul ediblər ki, buradakı Rəfibəylilərə zərər dəyməsin. 3. Bir Əsgəran, o da niyə görə? Çünki onlardan biri, Rəfibəylilərdən biri Qafar bəy, vaxtı ilə Əsgəranda ermənilərlə vuruşub, orada igidlik göstərib və ona görə Əsgəran qalasının adını soyadı kimi qəbul edib. İkincisi Arran ki, mənim dayım Kamil bəy Arrandır, oğlu təbii Aydın Arrandır, onlar Arranlar. Bir də Sayğın ki, bax Səməd Paşada, Eyüp Paşada bunlar demək 3 soyadı ilə Türkiyədə yaşayıblar. Mən Səməd bəy və Eyüp bəy ilə görüşdüm. Biri generaldır, Paşa Sayğın. Demək burada o albay olub, polkovnik olub Cümhuriyyət hökuməti zamanı. Orada isə Qurtuluş Savaşına qatılıb və albay olub. Eyüp bəy isə orada əmniyyətdə çalışırdı. 1990-cı il iyulun 2-sində Azərbaycan Respublikası Prokurorluğunda bir xitam qərarı imzalandı. Cinayət Məcəlləsinin 1-ci maddəsinin 1-ci bəndinə, 41 və 215-ci maddələrinə əsasən Rəfibəyev Xudadat bəy Ələkbəroğlu haqqındakı 298 nömrəli cinayət işi ləğv edildi. Vətəndaş bəraət aldı. Aradansa artıq 70 il keçirdi. Bütöv bir insan ömrü. Bu müddət ərzində o xalq düşməninin qızı Nigar Rəfibəyli Azərbaycanın xalq şairi olmuşdu. Sovetlərin gəlişindən bu nəslin, Rəfibəylilərin dərbədər günləri başladı. Mütəmadi budadılar, daradılar, qırıb çatdılar bu soyu. Və Nigar Rəfibəyli soyadını sadəcə daşımadı, yaşatdı, göz qabağında yaşatdı. Daimi hamının yadına salaraq yaşatdı. Bu nəsli varıq deyə yaşatdı. Dağları duman alanda, gözüm yollarda qalanda, yadıma səni salanda, gül yanağım solmasın. SSR məkanında bir şair olaraq Nigar xanımın hünəri, böyüklüyü nə misralarının qeyri-adi zahiri gözəlliyində, nə o misraların dərin qatlarındakı qeyri-adi mənalarında deyil, şeirlərinin, kitablarının üstündəki adı və soyadının, Rəfibəyli imzasının varlığında, susmazlığındadır. Gəncənin dəyərli insanlarından biri Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimini keçirdik. Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər ailəsinin, sülaləsinin çox parlaq nümayəndəsidir. Gəncənin tarixi haqqında danışarkən Rəfibəylilərin xüsusi yerini mən qeyd edirəm. Bəli, Nigar xanım Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir. Ancaq onun ailəsinin həyatı da faciəli olmuşdur. Gəncəlilərə həm qəhrəmanlıq qismət olubdur, həm də təəssüflər olsun ki, faciələr repressiyalarda qismət olmuşdur. 20-ci illərin repressiyalarında, 30-cu illərin repressiyalarında çox dəyərli Gəncəlilər, ziyalılar məhv edilmişlər. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli ilk Azərbaycan Xalq Cumhuriyyətində nazir vəzifəsini tutmuş bir insan, sonra repressiya qurbanı olmuştur. Ancaq tarix hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy
Rəfibəylinin qızı Niyar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycanın mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. Əlbəttə, rəhmət də qazandılar. Minnətdar könüllərdə daimi yer də qazandılar. Tarixdə, yaddaşlarda bir yolluq qalmaq bəxtiyarlığı da qismət oldu onlara. Ölümlərindən sonra, Anadan əmdikləri süd burunlarından gələndən sonra, hər növ zillət və əzablara dözəndən sonra, Azərbaycan tarixində şərəfli, şanlı bir Rəfibəylilər nəsli olub. Müdrik əkinci kimi yer üzünə xeyir toxumları səpiblər. Hər vaxt ümid yer olublar. Məramları bu xalqa fədakar xidmət imiş və günlərin birində tale qasırğaları, vaxtın sərt yerləri onları qatıb qarşısına. Pərən-pərən dağıdıb, evsiz, eşiksiz, yurtsuz, yuvasız, məzarsız, vətənsiz qoyub. Olmazın nisçillərə mübtəla edib. Sanki qəsdi bu soyu yer üzündən büsbütün silməkmiş. Amma vaxtın, taleyin və şeytanın gücü çatmayıb bu şanlı nəslə. Müqəddəs torpağımız və insanların qəlbinə dərin köklər atmış bu nəsil 10 illərcə sürən məşəqqət imtihanından mərdanəliklə çıxıb və məruz qaldığı işgəncələrdən sonra da nə məsləkindən dönüb, nə də nəcib əməllərindən. Yenə başlayıb əkinçiliyə. Zəhmətləri müqabilində biçmədiyi saadət onu küskünləşdirə, bezginləşdirə bilməyib. Sındırılmış budaqlar, qara qasırğalardan sonra asta-asta yeni pöhrələr verib və başlayıb müqəddəs köklərinə sonsuz sədaqətlə təzə-təzə xeyirxahlıqlar saçmaq.